Hamının müxtəlif xəyalları var. Elə mənim də var. Amma bir gün özümə bu sualı verdim. Xəyallarımı yaşamağa doğrudan da hazırammı? Bəzən bizim xəyallarımızın önündə böyük əngəllər olur. Amma bu əngəllərin varlığı bizi həm incitsə də, bəzən də rahatladır. Düşünürsən ki, onsuz da olmayacaq və ona görə də bu xəyallarını yaşamaq üçün hazırlaşmırsan. Deyək ki, xaricə köçmək istəyirsən, amma maddiyyatın buna imkan vermir. Mən düşünürəm ki, əgər mən xarici köçmək istəyirəmsə, hər şeyim hazır olmalıdır. Dil öyrənməliyəm, oradakı iş imkanlarını öyrənməliyəm, oranı araşdırmalıyam, ora aid hər şeyi öyrənməliyəm və özümü orada yaşaya biləcək səviyyəyə çatdırmalıyam. Və əgər həmin o böyük əngəl aradan qalxarsa, ya da qabın içindən bir cin çıxıb deyərsə ki, artıq sənin xəyalını gerçəkləşdirə bilərəm, mənim önümdə başqa bir əngəl qalmamalıdır. Onda insan düşünməyə başlayır. Bizə əngəl olan şeylər bizi təkcə incidir, yoxsa elə bizi arxayın salır və biz xəyal etməməyə başlayırıq.